Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Deyirlər, pul əl çirkidir. Bunu deyənin başı işləmir. Necə əl çirkidir? Pul cəsarət verir, cəsarətləndirir. Pulsuzluq qüssə verir. Sevgilini özgələrə yar edir. Atanın, ananın gözündən düşməyə vasitədir. Etmək istədiklərinin hamısı pulladır. Əsas odur, onun qulu olmayasan. Pul ancaq nəfsinə xidmət edəcəksə, səni ölümə aparacaq. Demokrat az xəbər verir ki, bu sözləri xalq artisti Ağadadaş Ağayev həftənin qonağı proqramında deyib. Müğənni yığdığı kolleksiyadan danışıb, rəssamlığı sevmişəm, amma musiqini seçdim. Evdə oturub cızmaqara etmişəm. Evimdə çoxlu əsərlər var, Azərbaycanda indi rəssamlar döymə əsərlər edir. Mənim evimdə isə 40 ildir döymə əsərlər var, 250-300 il yaşı olan antik əşyalarım var, hara getmişəm oradan almışam. Dostlarım hədiyyə göndərib, Ağayev var dövlətindən, Şadlıq evindən söz açıb. O bildirib ki, Şadlıq evi indi mərasim zalı kimi fəaliyyət göstərir.